şəhid analarını 8 mart təbrik edirik. Əlbəttə belə olmalıdır. Hər bölgədə olmalıdır, nəinki Biləsuvarda. Biləsuvar qəhrəmanlar diyarı deyərək yenə də biz qəhrəman analarımızın təbrikinə gəlmişik. Şəhidimiz vətən uğrunda canından keçən Rövşən Enullayevin ocağındayıq hal-hazırda və ziyarətimizi davam edirik. Dəyərli izləyicilər, hal-hazırda şəhidimiz vətən uğrunda canından keçən təki vətən sağ olsun deyən qəhrəmanımız Rövşən Enullayevin ocağındayıq. Tibb bacısı yenə başladı. Şəhidimiz Rövşən Enullayev ruhu qarşısında baş əyirik. Azərbaycan torpaqları uğrunda canından keçdilər. Təki vətən sağ olsun deyən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bugün dərhal özümüzə borc bildik. Hər ildəki kimi start vermişik. Şəhid analarının ocağında olaq və şəhid analarını təbrik edək. Növbəti kəndə, Nəsim kəndə gedəcək qəhrəman şəhidlərimizi analar, anamız olaraq ziyarət edir. Əziz dəyərli anam, bu günləri 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə Şirxan, buyur. Təbrik edirik. Əlindən öpürük. Sizin bütün şəhid analarının əllərindən öpüb qarşısında baş əyirik. Sizin kimi bir analarımız var. Sağ olun. Və bu günlərdə Biləsuvar rayonu Coca-Cola şirkətinin nümayəndəsi Yaşar qardaşımız və SS dönər evi, SS mebel salonunun təşkilatıyla və Biləsuvar rayonu kola firmasının belə deyək də təşkilatıyla Yaşar müəllim tərəfindən də hədiyyəmiz var sizlərə, buyurun. Allah şəhidlərimizi rəhmət eləsin, Allah qazilərimizə şəfa versin, veteranlarımıza can sağlığı. Nə yaxşı ki, sizin kimi qəhrəman analarımız var ki, bugün vətənimizin üçrəkli bayrağının dalğalanması və bugün rahat Azərbaycan torpaqlarının üzərində gəzməyimiz sizin kimi qəhrəman analara borcluyuq. Hər ildəki kimi bugün də özümüzə borc vermişik və sizin kimi anaların qarşısında baş əyib, əlinizdən öpüb sizi təbrik edirik. Var olasınız. Sağ olun, var olun. Allah canınızı salamat eləsin. Bizi ilbəli yoxlayırsınız, hədiyyəmizi gətirirsiniz. Borcumuz. Canınızı salamat eləsin. Təşəkkür edirəm anam. Var olasınız. Var olasınız. Var olun.